Fəaliyyətə başladığımız müddətdən etibarən energetik içkilərlə mübarizəmiz davam edir. Bu dəfə isə bir gənc hər gün energetik içki içdiyi üçün yerimə qabiliyyətini itirib və artıq o bir əlildir. Bu və digər maraqlı xəbərlərimizi izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Dünyadakı iqlim dəyişikliyi milyonlarla vəsaiti xərcləməyə səbəb olur. Bəs bu iqlimi dəyişən kimlərdir? Və iqlim dəyişikliyinin nəticələri necə olacaq? Ümumiyyətlə, son zamanlarda nəyə görə sağlam adamlar barmaq sayıladır? Bu sualların cavabını indiki sujetdə biləcəksiniz. Qlobal istilərə qarşı 30 milyon dollarlıq sağlamlıq təşəbbüsü dünyada hər il istilər səbəbindən yarım milyondan çox insan həyatını itirir. Qlobal temperatur artmağa davam etdikcə xilas tədbirlərinə ehtiyac daha çox artır. COP30 çərçivəsində Braziliyanın Belém şəhərində xeyriyyə fondlarının 30 milyon dollarlıq yeni iyanə proqramı elan olunub. Məbləğ ekstremal istilər, hava çirkliliyi və infeksion xəstəliklərə qarşı daha effektiv həll yollarının araşdırılmasına və məlumatların toplanmasına yönəldiləcək. Rockefeller fondunun nümayəndəsi Estelle Will bildirib ki, məqsəd sadəcə mövcud problemləri düzəltmək deyil, yeni həll modellərinin sınaqdan keçirilməkdir. Bu təşəbbüs Braziliyanın Belém sağlamlıq fəaliyyət planı ilə dəstəklənir və ölkələrin iqlimlə bağlı sağlamlıq siyasətlərinə daha koordinasiyalı şəkildə idarə etməsini kömək etməyə hədəfləyir. Braziliya BMT iqlim danışıqlarında iqlim dəyişikliklərinin fəsadlarına, daşqınlar, yanğınlar, quraqlıqlar, fırtınalar və qasırğalar adaptasiyanı gücləndirmək üçün geniş strategiya təqdim edir. Dünyada vərəmə yoluxanların sayı sürətlə artır və bu say getdikcə rekord həddə çatır. Bununla bağlı mütəxəssislərin açıqlamaları və eyni zamanda statistik göstəriciləri var. Baxaq. Dünyada vərəm diaqnozları rekord həddə çatıb. Ümumdünya Səhiyyə Təşkilatı dünya üzrə vərəm diaqnozlarının artmaqda davam etdiyini bildirib. 2024-cü ildə 8,3 milyon yeni vərəm hadisəsi qeydə alınıb və bu rəqəm 2023-cü ilin rekord göstəricisini də üstələyib. Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, faktiki yoluxanların hamısı aşkarlanmadığından bu göstərici xəstələnən insanların təxminən 78%-ni əhatə edir. Mütəxəssislər artımı mənfi tendensiya kimi deyil, COVID-19 pandemiyası dövründə yaranan fasilələrdən sonra skrininq və müalicə imkanlarının güclənməsi kimi qiymətləndirir. Sevindirici məqam isə ölüm səviyyəsinin azalmasıdır. Amerika Birləşmiş Ştatlarında da vərəm halları artmağa davam edir və son 12 ilin ən yüksək səviyyəsinə çatıb. Ölkədə diaqnoz qoyulan hallarının böyük hissəsi başqa ölkələrdə doğulmuş insanlarda aşkarlanır. Süni intellektlə hazırlanan cihazların mütəxəssisləri tez bir zamanda yetişdirilməlidir. Çünki cihazlar ildən ilə yenilənir və daha peşəkar formada, daha dəqiq mətləblərə qədər müxtəlif analizlər verə bilirlər bu cihazlar. Lakin onları istifadə edən mütəxəssislər varmı? Onları yetişdirmək asandırmı və ümumiyyətlə səhiyyə idarə etməsində bu proses necə tənzimlənəcək? Maraqlı xəbərdir, birlikdə baxaq. Yeni texnologiya düşüncələri mətnə çevirdi. Yapon tədqiqatçıları beynin fəaliyyətini izləyərək düşüncələri mətnə çevirən innovativ sistem hazırlayıb. Zehnin subtitrləri adlandırılan bu neyrotexnologiya fMRI cihazından alınan siqnalları süni intellekt vasitəsilə təhlil edir və semantik məzmunu cümlələrə çevirir. Sınaqlar zamanı iştirakçılar videolara baxarkən və onları xatırlayarkən beynin müxtəlif sahələrindən toplanan məlumat əsasında məzmunun əsas xətti uğurla bərpa olunub. Araşdırma göstərir ki, sistem təkcə obyektləri deyil, hərəkət ardıcıllığını, məntiqi əlaqələri və vizual təəssüratı da ifadə edə bilir. Alimlər bu metodun gələcəkdə nitq qabiliyyətini itirmiş şəxslər üçün böyük kommunikasiya imkanı yaradacağını bildirir. Bununla belə düşüncələrin mətnə çevrilməsi məxfilik və etik risklərə görə diqqətlə tənzimləməli sahə kimi qiymətləndirilir. Tədqiqat Involta Media tərəfindən 2025-ci il nəşrində təqdim olunub. Uzun müddət günə bir dəfə, daha sonra isə günə 2-3 enerji içkisi içən gənc bir oğlanın faciəvi taleyi ilə tanış olaq.
Məsələ burasındadır ki, bu gənc sadəcə gecələr oyun oynasın, yuxusu gəlməsin deyə bu içkiləri içməyə başlayıb. İndi isə yataqdadır, yeriyə bilmir, ayaqları tutulub. Peşmandırmı? Əlbəttə. Gənclərə tövsiyələri varmı? Əlbəttə. Birlikdə baxaq və maksimum dərəcədə bədənimizi süni şəkildə güclü və yaxud da enerjik edən hər şeydən uzaq olaq. Çünki bədənimiz o qədər universal və mükəmməl yaradılıb ki, onun kənardan gücləndirilməyə, daha yaxşı hiss eləmək üçün hər hansı bir tabletlərə ehtiyacı yoxdur. Sağlamlıqla bağlı deyilsə, sadəcə könlünüz xoş olsun deyə orqanizminizə qidadan başqa yad maddə almayın. İzləyək. Enerji içkiləri 22 yaşlı gənci şikəst etdi. 8 il ərzində hər gün enerji içkiləri içən 22 yaşlı gənc əlil olub. O, vərdişinə 16 yaşında başlayıb. Əvvəlcə gündə 1 ədəd enerji içkisindən istifadə edib, lakin tezliklə bu 3-ə yüksəlib. Gənc çox vaxt içkiləri boş mədə ilə qəbul edib, gecələr isə kompüter oyununu oynamaq üçün oyaq qalıb. Bir müddət sonra orqanizmi dözə bilməyib. Həkimlərin sözlərinə görə onun mədəaltı vəzi fəaliyyətini tamamilə itirib və nekroz başlayıb. Bununla yanaşı qaraciyər və dalaqda ciddi zədələnmə qeydə alınıb. Ayaqlarındakı sinirlər isə demək olar ki, fəaliyyətini itirib. Nəticədə səhər yatağından qalxa bilməyib. Təcili yardımla xəstəxanaya çatdırılan gəncin vəziyyəti həkimləri də şoka salıb. Hazırda mütəxəssislər onun yenidən yeriyə bilməsi üçün mübarizə aparır. Lakin proqnoz hələ ki ürək açan deyil. Həkimlər bildirib ki, uzun müddətli yüksək kofein qəbulu və gecə-gündüz davam edən gərginlik bədənin enerji ehtiyatlarını azaldaraq ağır nəticələrə səbəb ola bilər. Bu hadisə enerji içkilərinin bu qədər təhlükəli ola biləcəyini növbəti nümunəsi kimi qiymətləndirilir. Saç gözəlliyi və sağlamlığı industriyasında o qədər möhtəşəm kremlər, inanılmaz fantastik nəticələr verən yağlar və digər müxtəlif spreylər var ki, amma bütün bunların fonunda dədə-baba qaydası dediyimiz çox maraqlı reseptlər də var. Onlardan birini təqdim edirəm. Saçların dərmanı həm də soğandadır. Görək soğanı necə istifadə eləməliyik ki, mükəmməl saçlarımız olsun. Baxaq. Saç tökülməsinə qarşı təbii həll. Journal of Dermatology jurnalında dərc olunan araşdırmaya görə gündə 2 dəfə baş dərisinə tətbiq edilən soğan suyu 8 həftə ərzində iştirakçıların 87%-də saç bərpası yaradıb. Bu nəticə hətta androgenetik alopesiya yaşayan şəxslərdə də müşahidə olunub. Mütəxəssislər soğan suyunun yüksək kükürt tərkibinə əsas faktor kimi göstərir. Kükürt keratin və kollagenin formalaşmasında mühüm rol oynayır. Bu maddələr isə saç köklərinin möhkəmlənməsinə və yeni saçların yaranmasına təkan verir. Baş dərisinə soğan suyunun masaj edilməsi qan dövranını artırır, folikulların qidalanmasını yaxşılaşdırır və onların aktivliyini stimullaşdırır. Bundan əlavə soğan suyu antimikrob xüsusiyyətləri ilə kəpək, iltihab və saç tökülməsinə səbəb ola bilən digər problemlərlə mübarizə aparır. Məhlulu hazırlamaq üçün bir neçə soğanı blenderdən keçirib suyunu sıxmaq kifayətdir. Suyu baş dərisinə çəkib 30 dəqiqə saxladıqdan sonra şampunla yumaq məsləhətdir. Mütəmadi istifadə olunduqda nəticələr bir neçə həftəyə görünməyə başlayır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.